Salam dəyərli fiziki tərbiyə müəllimləri və müəllimlərin işə qəbuluna hazırlaşan dəyərli müdavimlər, müəllimlər, xoş gördük sizləri. Bilirik ki, sertifikasiya imtahanına artıq sayılı günlər qalıb. 60 sınağı mən izahlı sizə təqdim etmək istəyirəm. 50 fiziki ixtisas, 10 kurikulum. Eyni zamanda müəllimlər, digər sınaqlarımızı izləmək istəyirsinizsə, dərs videolarımıza baxmaq istəyirsinizsə, YouTube-da digər videolarımıza keçid edib baxa bilərsiniz. İzlədikdən sonra da abunə olub bəyənməyi unutmayın. Başlayaq birinci suala. Birinci sualda bizdən nə istəyir? Qanaxma zamanı ilk olaraq nə edilməlidir? Biz bilirik ki, həm MİQə, həm sertifikasiya imtahanına müəllimlər ilk tibbi yardımlar, qanaxmalar, çıxıqlar, sınıqlar, əzələlərin dartılması, sivrilmələr, sürtülmələr, açıq sınıqlar, qapalı sınıqlar, yəni bunlardan düşmə ehtimalı yüksəkdir. Hər ilmi imtahanına düşür, sertifikasiyada düşəcək. İlk tibbi yardımları fiziki tərbiyə müəllimi bilməlidir. Deməli, qanaxma zamanı ilk olaraq nə edilməlidir? Tənəffüsü yoxlamaq, xeyr. Qan axırsa biz onu nə etməliyik? Birinci qanaxmanın kəsilməsinə nail olmalıyıq. Yara yerini sabunla yumaq, xəstəyə su vermək, zədələnmiş əzanı bağlamaq, xeyr. Digər variantlar biz götürmürük, B bəndini seçirik, zədələnmiş nahiyəni sarıyıb yuxarı vəziyyətdə saxlamaq. Bəli, burada ümumi yazılıb, amma biz bilirik ki, 3 cür qanaxma var. Arterial, kapillyar, bir də venos. Arterial qanaxmada ilk yardım necədir müəllimlər? Arterial qanaxma fontan şəklində olur. Biz yəni o fəvvarə şəklində, yəni biz ona baxan kimi bilirik ki, al qırmızı rəngdədir. Oksigeni ürəkdən orqanlara daşıyan qan damarıdır. Biz ona baxan kimi artıq bilirik ki, bu arterialdır. Arterialın ilk yardımı nə edirik? Əlimiz altında turna, kəmər, yəni hər hansı bir sıxıcı alət varsa onu bağlayıb kəsilməsinə nail oluruq. Burada isə ümumi yazılıb B bəndini götürürük. 2. Topu baş üzərindən yuxarı atmaq, uzanaraq dayaq vəziyyəti almaq, qalxaraq topu tutmaq hansı komponenti inkişaf etdirir? Müəllimlər, biz burada hərəkətin icra tezliyi, sürətli qüvvəni, ümumi qüvvəni çıxırıq, qalır burada A ilə D bəndi. Burada tək hədəf olsaydı, məsələn, basketbol topunun səbətə atılması. Burada tam-tamlığına biz götürərdik dəqiq icra. Amma burada topu baş üzərindən yuxarı atır, uzanaraq dayaq vəziyyəti alır, qalxaraq topu tutur. Burada artıq koordinasiya inkişaf olunur. Üçüncü testə baxaq. Yuxarı ətraf əzələ qüvvəsini inkişaf etdirir. Baxaq, uzanmış vəziyyətdə topu ayaqlarla yuxarı qaldırıb endirmək, kiçik qantellərlə icra olunan müqavimət hərəkətləri, pres, qaz yerişi, təkrar icra edilən qüvvə hərəkətləri. Müəllimlər, burada biz götürürük nəyi? Kiçik qantellərlə icra olunan müqavimət hərəkətləri. Çox müəllim soruşur ki, müəllimə, biz bunu öz müdavimlərindən başqa yazırlar mənə ki, hardan oxuya bilərik? Bizim kitabda da var. Eyni zamanda Təhsil İnstitutunun səhifəsindən də Google-da yazıb baxa bilərsiniz. 5-ci sinifin, 6-cı sinif fiziki tərbiyə metodik vəsait dərsliyi yaza bilərsiniz. Orada gəlir. Bütün qabiliyyətlər haqqında və ətraflar, hansı ətrafı inkişaf etdirir, hansı hərəkət, bu haqda məlumatlar var. Biz burada götürürük, çünki Y bəndi, daha doğrusu B bəndi düzdür. Kiçik qantellərlə icra olunan müqavimət hərəkətləri yuxarı ətrafları inkişaf etdirir. Qantellə icra olunursa, uzanmış vəziyyətdə topu ayaqlarla yuxarı qaldırıb endirmək. Bu həm ön, həm arxa ətrafdır. Pres ön ətrafdır. Qaz yerişi aşağı ətrafdır. Təkrar icra edilən qüvvə hərəkətləri də baxır hansı hərəkətdən söhbət gedir. Yəni aşağı ətrafda ola bilər, yuxarı ətrafda verilə bilər, amma Y bəndi tam aydın yazılmayıb deyə biz götürürük B bəndi. 4. Burnun qanaması zamanı necə davranılmalıdır? Başı arxaya əymək, yerə uzatmaq, su içirmək, burnu açmaq. Cavab burada müəllimlər, başı irəliyə əyib buruna təzyiq göstərməkdir. Yəni başı irəli əyirsən, buruna da təzyiq göstərmək nə deməkdir? Yəni tampon qoya bilərik, pambıq hidrogen peroksiddə tampon düzəldib buruna qoya bilərik ki, hidrogen peroksiddə istifadə etməyə bilərik müəllimlər, amma əsasən tampon düzəltməliyik ki, burun dəliklərini qoya bilərik. 5. Orqanizmin ümumi fiziki hazırlığına ayrı-ayrı əzələ qruplarının hazırlıq səviyyəsini yüksəltmək məqsədi ilə istifadə olunan müxtəlif idman növlərinə aid hərəkətlər kompleksidir. Müəllimlər, ayrı-ayrı əzələ qrupları, əzələ qrupu varsa, bunu müəllimlər qarışdırılır, xüsusi götürürlər. Xeyr. Ayrı-ayrı əzələ qrupu varsa, müəllimlər, burada biz bunu nə götürürük? Ümumi inkişaf hərəkətləri götürürük. Ayrı-ayrı hərəkət qabiliyyətlər sözü varsa, bəli, onda biz götürərik nəyi? Xüsusi hərəkətləri.
6-cı, sürətin inkişafı üçün hansı məşq forması daha uyğundur? Təbii ki, sürətin inkişafı üçün burada uzun məsafə qaçışı, yavaş temp, sprintlər, dartılma, ağırlıq qaldırma. Təbii ki, biz burada götürəcəyik sprintlər. Yəni, sprint qaçışlar nəyə inkişaf etdirir sürəti? Daha çox məşqlər üçün onlardan istifadə olunur. 7. Hansı qabiliyyət insanın uzun müddət hərəkətdə qalmasını təmin edir? Bu da dözümlülükdür. Dözümlülük nədir? Dözümlülük nə istəyir? Yorulmaya qarşı dayanma bacarığıdır. Dözümlülük istəyir ki, yəni sən mənim hərəkətlərimi icra et, mən səni yorum və mən özümü səndə inkişaf elətdirim. Dözümlülük bizdən bunu istəyir. Fasiləli yox, daha çox silsiləli hərəkətlər, dayanmadan təkrarlanan. 8. Uşaq yaşlarında gün rejimi nəyə təsir edir? Bütövlükdə inkişafa. Yəni, yalnız hər birini götürə bilmərik. Vaxt, burada dəqiqə qoymuşam müəllimlər. Əslində, çox istərdim ətraflı sualları izah edim. Hər birinə qısa-qısa baxıram. 9. Gün rejiminə daxil olan əsas element hansıdır? Yuxu, qida, fəaliyyət. Gün rejiminə daxil olan əsas elementlərdən biridir. Burada biz yuxunu götürürük. 10. Qanın laxtalanmasında hansı vitamin iştirak edir? K vitamini. Laxtalanma ilə bağlı gördüksə K vitaminidir. Baxaq 11-ci suala. İmmunite sistemini gücləndirən C vitaminidir. Düzdür müəllimlər, bütün vitaminlər müdafiə sistemi var, müdafiə mexanizmi, immunitetin gücləndir, amma C vitamini xüsusidir. 12. Dəyişkən məşq metodu necədir? Adından da görüldüyü kimi dəyişkən məşq metodu sürətin dövrü dəyişməsi. 13. Dərsin əsas hissəsində icra olunan hərəkətlər xüsusi, sıra, əsas, hazırlayıcı, bərpa edici. Təbii ki, əsas hissədə əsas hərəkətləri icra edirik. 14. Çeviklik əlaqəlidir. Hansı qabiliyyətlərlə? Çeviklik qabiliyyəti əlaqəlidir. Sürət, sürət güc, əyirgənlik. 15. Hansı bənddə deyir, verilən bütün hərəkətlər çeviklik qabiliyyətini inkişaf etdirir? Aha, baxaq, bütün hərəkətləri deyir. A bəndə baxaq, deyir, oturuşda irəliləmək, oturuşdan oturuşa mayallıq aşmaq, turnikdə dartınma. Oturuşda irəliləmək qüvvədir, turnikdə dartınma da qüvvədir. Amma oturuşdan oturuşa mayallıq aşmaq çeviklikdir. Ona görə bizdən nə istəyir? Bizdən hamını istəyir. Biz bunu götürmürük. B. Topu sinədən yuxarı atmaq və dönüb tutmaq, bəli, çevikliyi inkişaf etdirir. Burada hədəf var. İdman oyunlarının texniki taktiki fəaliyyətləri, bütün idman oyunlarının texniki taktiki fəaliyyətləri çevikliyi inkişaf etdirir. Bəli, B bəndi düzdür. Digərinə baxaq. Basketbol topuna səbədə atılması, bəli, çeviklikdə, üzgüçülük, dözümlülükdür, marafon qaçışı dözümlülükdür, 4x50 estafet qaçışı sürətdir, qaz yerişi isə qüvvədir. Kəndirə dırmanmaq qüvvədir. Uzanaraq dayaqda topun bir əldən digərinə ötürülməsi qüvvədir. Gövdənin bükülüb açılması qüvvədir. 16. 2024 Paris oyunlarında Azərbaycan hansı növdə qızıl medal qazanmışdır? Müəllimlər, Azərbaycan 2024-də deməli, judo üzrə qızıl medal qazanıb. Biz bilirik ki, 7 medalımız olub 2024-də. Sayca neçənci olimpiya oyunlarıdır? 33-cü olimpiya oyunlarıdır. 2 qızılımız olub. Hidayət Heydərov, Zelim Katsayev, 2 gümüşümüz olub. Alfonso Dominguez, Qaşim Magomedov. Qaşim Magomedov taekwondo ilə məşğuldur. Alfonso Dominguez boksla məşğuldur. 3 bürüncümüz olub. Magomedxan Magomedov, Georgiy Meşvildişvili, bir də Həsrət Cəfərov və 30-cu yeri tutmuşuq. 17. Qısa məsafəli qaçışlar neçə komanda ilə icra olunur? Start, diqqət, marş. 3 komanda. Adi yerişlə sürətli və səmərəli olması ilə fərqlənir. Təbii ki, bu nədir? İdman yerişi. Tokyo 2020 olimpiya oyunlarında gümüş medal qazanan idmançımız kim olub? Deməli, burada götürürük biz Hacı Əliyevi. Yadımıza salırıq, Tokyo 2020-dən neçə medalımız olub? 7. 3 gümüş, 4 bürünc. Gümüşü qazanıb Hacı Əliyev, Rafael Ağayev, İrina Zdaletska. Bürüncü qazanıb İrina Kinzersaya, Alfonso Dominguez, Rafik Hüseynov, Maria Standik. 20. Bu qrup vitaminlərinin çatışmaması əzəllərdə oksidləşmə prosesini pozur. Bu A və Y-dir. Orqanizmdə gedən proseslərə nəzarət edir. Mineral maddələr. 22. Şagird fiziki tərbiyə dərsində yoldaşları ilə ünsiyyət qrup əməkdaşlıq edirsə, dərsin hansı hissəsində tətbiq olunur? Təbii ki, əsas hissədə. Müəllim burada komandalar qurur, müəllim burada dərsləri, necə deyim, əsas dərsi keçdikdən sonra oyunlar təşkil edir. Təbii ki, əməkdaşlıq yaranır. 23. Müəllim fərdi qiymətləndirməni dərsin hansı hissəsində aparacaq? Təbii ki, əsas hissədə. Futbolda oyuncuların əvəzlənməsi qaydasına görə bir komanda neçə oyuncu dəyişikliyi edə bilər? 5 oyuncu dəyişikliyi edilir müəllimlər əsas vaxtda, standart vaxtda, əlavə vaxtda isə 1 oyuncu dəyişikliyi edilə bilər. 25. Basketbolda komanda neçə dəfə foul limiti aşdıqda rəqibə
cərimə zərbəsi verilir. Burada cavab 5. Komanda deyir. 26. Voleybolda blok hansı vəziyyətdə tətbiq olunur? Topa qəbul zamanı olmaz. Servis zamanı xeyr. Rəqibin hücum zərbəsini qarşılayarkən bəli qura bilərik. Oyuna başlamaq üçün xeyr. Hakim işarəsi zamanı xeyr. Cavab C bəndidir. 27. Həndbol oyununda qapı sahəsinə yalnız kim daxil ola bilər? Təbii ki, qapıçı. 28. Biri sürət hərəkət qabiliyyətinin komponentidir. Hərəkət tezliyi, koordinasiya, sürətin tezliyi, sürətli qüvvə, hərəkətin icrasına sərf olunan vaxt. Hərəkətin icrasına sərf olunan vaxt müəllimlər çeviklik qabiliyyətin komponentidir. Qarışdırmayın. Cavab A-dır burada, hərəkət tezliyi. Və yaxud da hərəkətin icra tezliyi də buna deyilir. 29. Oturuşlu irəliləmək hansı qabiliyyəti inkişaf etdirir? Oturuşlu irəliləmək qüvvəni inkişaf etdirir. Amma oturmuş vəziyyətdən irəli əyilmə, əyilgənlik. Tokyo 2020 Olimpiya oyunlarında Azərbaycan neçənci yerdə qərarlaşmışdır? Təbii ki, Tokyo 2020 Olimpiya oyunlarında Azərbaycan 67-də qərarlaşıb. Və bəndə. Sadə reaksiyanın neçə fazası var? Biz bilirik ki, müəllimlər, gəlin təkrar edək. Hərəkətin reaksiya tezliyi, sürətin komponenti hərəkətin reaksiya tezliyi 2 yerə ayrılır. Sadə və mürəkkəb. Sadə özü də 3 yerə ayrılır. Sensor hərəkət reaksiyası tezliyidir, hərəkət reaksiyası tezliyidir, hərəkət qabağı reaksiyası tezliyidir. Sensor hərəkət reaksiyası tezliyi nədir müəllimlər? İşarənin, siqnalın əmələ gəlmə anında əzələnin faallığına qədərdir. Yəni sən başlayandan, sənə işarə veriləndən sən əzəl hərəkəti icra edənə qədərdir. Hərəkət qabağı reaksiya tezliyi nədir? Əzələ faallığından hərəkətin əvvəlinə qədərdir. Hərəkət reaksiyası tezliyi nədir? Hərəkətin əvvəlindən onun son icrasına qədərdir. Deməli, sadə reaksiyanın neçə fazası oldu? 3. 32. Gimnastika kəndiri ilə sıçrayış hərəkətləri hansı qabiliyyəti inkişaf etdirir? Sürət, güc. 32. Statik və dinamik hərəkətlərin icrası zamanı bədənin tarazlığının qorunması. Tarazlıq varsa biz nəyi götürürük müəllimlər? Təbii ki, götürürük müvazinatı. Çünki müəllimlər burada koordinasiya verib. Koordinasiyanın tərifi nədir? Koordinasiya orqanizmin dəyişən şəraitinə müvafiq sərbəst olan hərəkətlərin faydalı əlaqələnməsi, birləşməsi, uyğunlaşması, idarə edilməsidir. Uzlaşdırma qabiliyyəti nədir? Uzlaşdırma qabiliyyəti biz bilirik ki, koordinasiyanın 2 növü var. Ümumi və xüsusi. Uzlaşdırmadır, reaksiya qabiliyyətidir. Bunlar da xüsusi koordinasiyaya aiddir. Uzlaşdırma qabiliyyəti ayrı-ayrı hərəkətləri bütöv bir kombinasiyada birləşdirməkdir. Reaksiya qabiliyyəti isə bədənin bütövlükdə və ayrı-ayrı hissələri ilə naməlum siqnallara, kiçik həcmli hərəkətlərə tez və dəqiq cavab verməkdir. Və Y bəndi də deyir, heç biri xeyr. Burada tarazlıq varsa B bəndini götürürük, yəni müvazinat. 33. Futbolda künc zərbəsi hansı halda verilir? Top qapıcıdan çıxanda xeyr, top hakimin toxunuşu ilə çıxanda xeyr, müdafiə edən komanda topu öz qapısından kənara çıxardıqda, bəli, burada tam verilməyib. Məsələn, yazıla bilərdi ki, top qapı xəttini keçdikdə və hava ilə keçdikdə bu zaman künc zərbəsi tətbiq olunur. Müdafiə edən komanda deyir, topu öz qapısından kənara çıxardıqda. Bu zaman nə olur? Künc zərbəsi verilir. 34. Həndbol oyununda sərbəst atış yerinə yetirilərkən müdafiəçi oyunçular top atan oyunçudan minimum nə qədər məsafədə dayanmalıdır müəllimlər? Burada 3 metrdir. 35. Hansı şahmat fiquru həm şaquli, həm üfüqi xətlə hərəkət edə bilir? Bu müəllimlər topdur, qaladır. Qala deyilir də buna. Həm şaquli gedir, həm üfüqi gedir. 36. Oyunun əvvəlində şahlar hansı xanada yerləşir? Burada deməli şahlardan söhbət gedirsə, şah həmişə Y. Deməli, ağda Y1-də, ağda Y1, qarada isə Y8-də qalır. 37. Hər bir oyunçunun şahmat oyununda neçə fiquru olur? Müəllimlər, 16. Şahmatda qambit nədir? Şahın təhlükəsizliyini təmin etmək üçün edilən rokadı gedişi, debütdə mövqe və ya inkişaf üstünlüyü əldə etmək məqsədi ilə qəsdən piyada və ya fiqur qurban verilməsi, oyunun heç-heçə başa çatması ilə nəticələnən vəziyyət, rəqib şahına eyni anda 2 fiqurla hücum edilməsi, piyadanın son xəttə vəzirə çevrilməsi. Müəllimlər, şahmat qurban etmək deməkdir, daha doğrusu qambit qurban etmək deməkdir şahmatda. Debütdə mövqe və inkişaf üstünlüyü əldə etmək üçün
məqsədi ilə qəsdən piyada və ya başqa bir fiqur qurban verilməsi. Gambit budur. Miq imtahanına düşüb bu sual. Hərəkət reaksiya tezliyi neçə yerə ayrılır? 2 yerə, sadə və mürəkkəb. 40. 800 metr məsafəyə qaçışda yarış zamanı bir qaçış qrupunda neçə idmançı iştirak edir? 8. 41. Qüvvəni inkişaf etdirmək üçün rekord nəticənin 90-95% ilə hərəkəti 1-2 dəfə 4-5 yanaşma etməklə icra edilir. Maksimal rekord nəticə burada istəyirsə 90-95% görürsünüzmü? Maksimal səy olacaq. 42. İnsanın mühüm hərəki fəaliyyəti kimi yorulmaya qarşı dayanma bacarığı kimi dəyərləndirilir. Dözümlülük. 43. Futsalda qapıcı topu öz meydanının yarısında komanda yoldaşını ötürdükdən sonra topa rəqib toxunmadan yenidən topu qəbul edə bilərmi? Bir daha baxırıq, deyir ki, futsalda qapıcı topu öz meydanının yarısında komanda yoldaşını ötürəndən sonra topa rəqib ötürür, topa rəqib toxunmamış, yenidən toxunur. Toxunub qəbul edə bilərmi? Xeyr, müəllimlər. Top əvvəlcə rəqibə toxunmalı və ya qapıcı rəqib meydanına keçməlidir. 44. Amplituda nədir? Bu da miq sualıdır. Miqə düşüb bir dəfə. Tarazlıq vəziyyətindən uzaqlaşdığı ən böyük məsafədir. Buna hərəkətin son həddi də deyilir, müəllimlər. 45. Uzun müddət və nisbi əzlə gərginliyi tələb edən qüvvə qabiliyyətinin növüdür. Qüvvə dözümlülüyü. 46. Hücum edən oyuncu təsadüfən əli ilə topa toxunduqdan dərhal sonra qol vurursa, hakim nə qərar verməlidir? Burada hakim qolu ləğv edir və sərbəst zərbə təyin edir. 47. Voleybolda 5-ci hissədə hesab 8-0 olduqda nə baş verir? Burada deməli müəllimlər bilirik ki, sahələr dəyişdirilir, amma oyuncu zonaları eyni qalır 5-ci setdə. 48. Batut üzərində sinkron hərəkətlər yarışında gimnastlar necə çıxış etməlidir? Burada müəllimlər cavab götürürük səbəndin. Yanaşı yerləşdirilmiş iki batut üzərində eyni hərəkətləri yerinə yetirirlər. Başlayanda, müəllimlər başlayanda eyni istiqamətə qalırlar, amma eyni hərəkətləri etməsələr də olar. Əslində səbəndə eyni hərəkətləri edirlər. Burada yazılıb. Yox, ikisi də eyni istiqamətə dururlar. Amma hərəkətləri başlayandan sonra hərəkətləri fərqli də edə bilərlər. 49. Ümumi orta təhsil səviyyəsində fiziki tərbiyənin səciyyəvi xüsusiyyətlərindən biri hansıdır? Burada cavab hərəkət qabiliyyətlərin planlı inkişafının təmin edilməsidir. Çünki sadə hərəkət bacarıq formalaşdırılması, hərəkət bacarıqların formalaşdırılması ibtidaya aiddir. Oyun formasının yeganə vasitə hesab edilməsi, yəni bunun yeganə vasitə deyil oyun, bu heç birinə aiddir. Yalnız çevikliyin inkişafı xeyr, yalnız sağlamlığın möhkəmləndirilməsi xeyr. Cavab C-dir. 50. 4x100 estafet yarışında ötürmə zonalarının sayı 3-dür. Bunun səbəbi nədir? Burada müəllimlər ağac 3 dəfə ötürülür, ona görə B-bəndi. Gəlin kurikuluma baxaq müəllimlər. Bilirsiniz ki, sertifikasiya imtahanında kurikulumla eyni zamanda həm miq imtahanında situasiyalı düşür. Daha çox sertifikasiya imtahanında da situasiyalı düşür. Gəlin baxaq. Deyir müəllim, 8-ci sinif şagirdlərinə basketbol dərsi keçir. Şagirdlərin bir qismi topu səbətə atmaqda çətinlik çəkir. Digər qismi isə hücum zamanı düzgün mövqe tuta bilmir. Müəllim şagirdlərə müraciət edərək deyir: Sizcə topun səbətə düşməməsinin əsas səbəbi nədir və oyunu daha effektiv etmək üçün hansı taktika dəyişiklikləri etməliyik? Deməli, uşaq basketbol topunu səbətə ata bilmir. Müəllim də çətinlik çəkir. Müəllim də dönür uşaqlara deyir ki, uşaqların fikrini bilməsi. Sizcə topun səbətə düşməməsinin səbəbi nədir? Müəllimlər, biz bilirik ki, burada prosedural və faktolojiyadan aid bir şey yoxdur, metakognitivdən də yoxdur. Burada qalır C ilə D bəndi. Konseptual bilik nədir? Biliyin növlərində öz fikirləri ilə analiz edirsən, öz sözləri ilə səciyyələndirirsən. Burada cavab konseptualı götürürük biliyin növü olaraq. Təhlil edirik, uşaq baxır, təhlil edir. Bunun səbəbi nədir? Təhlil edir, baxır. Bir də ki, tənqid
fikir yürüdür. Tənqidi nədir? Araşdırır, baxır, düşünür və cavab verir. 51-də cavabı C götürürük. 52. Biri summativ qiymətləndirmənin məqsədlərinə aid deyil. Aha, baxaq. Dil şagirdlərin məzmun standartlarına nə dərəcədə nail olduqlarını ölçmək və qazanılmış bacarıqlar üzrə qiymətləndirmələr aparmaq. Bəli, summativin məqsədidir. Şagirdlərin mənimsədikləri tətbiq etmə qabiliyyətinə nə dərəcədə malik olduqlarını aşkara çıxartmaq. Bəli. Hər hansı mərhələ üzrə şagirdin nailiyyət səviyyəsini müəyyən etmək. Bəli. Şagirdin nailiyyət səviyyəsini qiymətləndirmə, müəyyən etmək summativə aiddir. Təlim prosesində müəyyən mərhələlərə yekun vurmaqla, müvafiq məzmun standartları əsasında hazırlanmış vasitələrlə şagirdin yekun nailiyyət səviyyəsini müəyyənləşdirmək. Bəli, müəyyən mərhələlərə yekun vurmaqla. Məsələn, sürət qabiliyyətini keçdik, birinci tədris vahidi bitdi, KSG-sini aparırıq, ikinci sürət güc bitdi, KSG-sini aparırıq. Məsələn, yarım illə 1, 2, 3 vahid üzrə BSG aparırıq, bitdi, BSG-sini aparırıq. Yekunda aparırıq. Bu da düzdür. Y-yə baxaq. Şagirdlərin mövcud bilik bacarığını nəzərə alaraq diferensial yanaşmaq, təlim strategiyalarını müəyyənləşdirmək. Xeyr, diferensial yanaşmaq, təlim strategiyasını müəyyənləşdirmək formativə aiddir. Cavab burada Y-dir. Səhv istəyir bizdən. 53. Müəllim dərs ilinin əvvəlində şagirdlərin təhlükəsizliyi ilə bağlı gözlənti qoyur. Şagirdlər gözləntiyə bir müddət əməl etsələr də, daha sonra əməl etməməyə başlayırlar. Müəllim bu situasiyanın qarşısını almaq üçün nə edə bilər? Gözləntini digər prosedura çevirməlidir. Gözləntini başqa gözlənti ilə əvəz etməlidir. Şagirdlərə sinif iclası keçirməlidir. Bu məsələni valideyn iclasında müzakirə etməlidir. Gözləntini qaydaya çevirməlidir. Müəllimlər, biz bilirik ki, sinif idarə edilməsindən indi bizə zalla bağlı, idman zalı ilə bağlı düşəcək. Kurikulumda var ki, gözləndi, prosedur, qayda. Gözləntini birinci şagirdlərə bildiririk. Nəticə almayanda biz artıq şagirdlərlə birlikdə qayda qoymalıyıq və gördük ki, gözləntilərdə nəticə almırıq, onu nəyə çeviririk? Qaydaya. 54. Müəllimin səhvə yol verdiyi situasiyanı müəyyən edin. Deyir, valideyn iclasında iştirak etməyən valideynlə əlaqə yaradaraq vacib qeydləri ona bildirir. Bəli, düzdür. Məsələn, valideynim gəlməyib, mən zəng edirəm ona, məlumat verirəm ki, telefonda və yaxud sonradan dəvət edirəm. Bu düzdür. B bəndini saxlayaq, C-yə baxaq. Dəfələrlə cəhd göstərməsinə baxmayaraq, əlaqə yarada bilmədiyi valideynlə əlaqə yaratmağa cəhd göstərməyə davam etmək. Bəli, kurikulumda da var ki, biz israrlı olmalıyıq valideynlə münasibətdə, təşəbbüsə ələ almalıyıq. Bu düzdür. D bəndi. Valideynlərdən hər hansı biri ona təsir edərək övladının qiymətini artırmağını xahiş etdiyi halda onun istəklərini nəzərə almır. Müəllimlər, bu da düzdür. Sınaqlarda çoxu bunu götürüb, amma səhv deyil, düzdür. Niyə? Biz valideynin kefi ilə biz uşağın qiymətini artıb, azaldan deyilik ki, biz öz şagirdin təlim nəticələrinə baxırıq, şagirdin öz səviyyəsinə baxırıq, bilik səviyyəsinə baxırıq, davranışına baxırıq. Valideyn o 45 dəqiqəyə heç kim müdaxilə edə bilməz. Bu düzdür, nəzərə almır. Y bəndi, şagirdin hər neqativ davranışı haqqında valideynlərə tez-tez xəbərdarlıq etmir. Bəli, düzdür. Biz onda necə peşəkar müəllimik ki, necə öz peşəkar fəaliyyətimizlə məşğul ola bilərik ki, şagird hər səhv edəndə biz valideynə zəng edib bildirək. Xeyr, biz o situasiyadan çıxmağı bacarmalıyıq. Yeri gələndə özümüz edə bilmiriksə məktəbin psixoloquna yönətməliyik, şagirdlə fərdi söhbətlər aparmalıyıq, tez-tez xəbərdarlıq etmək valideynə bu peşəkar yanaşma deyil. Ona görə də cavab B bəndini götürürük. Bizdən səhv istəyir. Niyə? Deyir, valideyn iclasında valideynlər arasında fərq qoymayaraq hər birinə öz övladı haqqında ətraflı məlumat verir. Müsbət və mənfi cəhətləri bildirir. Xeyr, müəllimlər, kurikulumda ümumiyyətlə ümumvalideyn iclasında şagirdin mənfi və müsbət cəhətlərini, daha çox da elə mənfi cəhətlərini bildirmək yaxşı hal deyil. Hər birini siz bura qədər görə bilərsiniz, valideynlər arasında fərq qoymur. Bura qədər elə bilərsiniz, düzdür. Amma ardına baxın, deyir, öz övladı haqqında ətraflı məlumat verir hər birinə. Müsbət və mənfi cəhətlərini bildirir. Bu olmaz. Hamının içində olmaz. Biz valideynlə təklikdə danışa bilərik. B bəndi səhvdir. 55. 11-ci sinifdə müəllim 800 metr məsafəyə qaçış texnikasını təkmilləşdirərkən 6-cı sinifdə keçirilən dözümlülük hər iki qabiliyyəti haqqında nəzəri biliklərə istinad edir. Bu situasiya hansı inteqrasiya növünü əks etdirir? Biz bilirik ki, inteqrasiya 3 növü var. Fən üstü, fənlər arası və fən daxili. Bizdə nə istəyir burada? Deyir, 11-ci sinifdə fənlər arası nədir? Yəni, adından göründüyü kimi digər fənlərlə əlaqələndirir, nə bilim, fiziki tərbiyəni
riyaziyyatla, musiqi ilə, ədəbiyyatla, hər hansı biri ilə, biologiya ilə əlaqələndirə bilərik. Fən daxili nədir? Fən daxili iki yerə ayrılır, şaquli və üfüqü. Şaquli əvvəlki illərdə keçdiyimiz dərsi, indiki bugün keçdiyimiz dərslə əlaqələndiririk. Üfüqü nədir? Məzmun xəttlərinə uyğun dərs prosesində əlaqələndiririk. Fən üstü də həyatla əlaqələndiririk, real hadisələrlə, real situasiyalarla. Bizdə də deyir ki, 11-ci siniflə 6-cı sinifdə keçirilən dözümlülük hərəkə qabiliyyəti haqqında nəzəri biliklərə istinad edir. Biz burada götürürük fən daxili şaquli inteqrasiya. B bəndi. Yalnız fən daxili şaquli. 56. Şagirdlər fiziki fəaliyyətin psixoloji rifaha təsiri mövzusunda layihə hazırlayırlar. Onlar məktəbdən kənarda müşahidə aparır. Dostlarının idmanla məşğul olduqda özlərini necə hiss etdiklərini soruşur və nəticələr dərsdə təqdim edirlər. İnteqrasiya növünü tapın. Deməli, bunların bir layihəsi var. Fiziki fəaliyyətin psixoloji rifaha təsiri layihəsi var. Bu uşaq məktəbdən kənarda müşahidə aparmalıdır. Məsələn, məktəbdən çıxıb gəlir evə. Dostuna, nə bilim, dayısı oğlu, bibisi oğlu, qonşusuna, həyətdə oynadığı yoldaşına, uşaqlara soruşur ki, sən idmana gedirsən, özünü necə hiss eləyirsən? Layihənin adı nədir? Fiziki fəaliyyətin psixoloji rifaha təsiri. Necə hiss edirsən? Nə hiss edirsən? Necə yəni sağlamlığınla bağlı? Bunları soruşur və nəticələri dərsdə təqdim edir. Artıq birbaşa real hadisə ilə əlaqələndirdi. Bu nə oldu? Fən üstü inteqrasiya. Ümumiyyətlə yadınızda saxlayın. Fən üstü inteqrasiya real hadisələr olmalıdır. Debəndi. 57. Əhməd sinifin əlaçısıdır və olimpiyadalarda qalib olduğu üçün, müəllimlərinin sevimlisi olduğu üçün Həsən ondan xoşlanmır. Həsən özü cılız olduğu üçün daha güclü dostu Əliyə müraciət edir. Əli gəlib gedib Əhmədi vurur. Burada bullyingin hansı növlərindən istifadə edilir? Deməli, Əhməd uğurlu uşaqdır. Həsən onu sevmir. Həsən də özü balaca cılız olduğuna görə ona heç bir şey eləyə bilmir. Dostu Əliyə deyir ki, Əli sən get Əhmədi vur. Burada fiziki bullying var. Birinci fiziki bullying götürürük. İkinci vasitəli bullying var. Niyə? Çünki dostuna deyir, dostu gedir, vurur onu. Beşinci nə var? Təbii ki, məqsədli bullying var müəllimlər. Məqsəddir. Məqsədi var ki, onu dostuna deyir, dostu gedir, onu vurur. Bu nədir? Deməli, olacaq burada 2, 4, 5 debəndi. 58. Fiziki tərbiyə dərsində şagirdlər filmdən bir yarış proqramı izlədikdən sonra orada gördüklərini səhnələşdirirlər. Burada müşahidə əsaslı öyrənmənin hansı növündən istifadə olunur? Deməli, müəllim dərsdə bir film izlədir yarış proqramı ilə bağlı. Sonra da uşaqlara bildirir ki, onu səhnələşdirsinlər. Burada artıq simvolik olur. Simvolik model. 59. Şagirdlərə məsələ həlli ilə bağlı bir neçə həll yolu təqdim olunur. Onlardan tələb olunur ki, bu həll yolları içərisində ən səmərəli həll yolunu müəyyən etsinlər. Şagirdlər bütün variantları müqayisə edib ən səmərəli həll yolunu seçirlər. Ən səmərəli həll yolu seçilirsə, burada təbii ki, müəllimlər olacaq. Nə? Burada konvergent düşüncə olacaq. Çünki divergent bir çox müxtəlif yollar, gec baş tapılır cavabı, yəni gec yol tapılır. Divergent düşüncəli insan deyir, bu yox, o yox, o yox, bu yox, çox düşünür. Amma konvergentdə necədir? Daha tez həll yolu tapır. B bəndi. 60. Müəllim şagird münasibətində aşağıdakı yanaşmalardan hansı düzgün deyil? Yəni Y bəndindən baxaq. Deyir, dərs zamanı ağlayan şagirdə dərs zamanı müdaxilə edir, ona dəstək göstərməyə çalışır. Bəli, mən dərsimdə uşaq ağlayırsa, mən onu necə göz ardı edə bilərəm ki, hə, yox, qoy oyunumuz geçsin, oyun davam etsin, mən sonra ona baxaram. Bu uşaq ürəyi patladı, yaxı. Yəni, biz ona kömək eləməli, bu düzdür. D bəndi, şagirdlərdən biri yarışda qalib olduğu üçün müəllim onu təbrik edir. Sinif yoldaşlarının da ona xoş arzularını bildirməyə şərait yaradır. Bəli, bu da düzdür. Məsələn, mənim sinifimdə uşaqlar yarışdan gəliblərsə, hər birinizin yəni sinifində olub təbii ki, şagirdlər uğur qazanıblar. Uşaqlar əli bu günləri məsələn atletika üzrə 200 metr, 400 metr və yaxud da qaçışda birinci yerə çıxdı. Gəlin onu alqışlayaq. Gələn dəfə siz də çox çalışsanız, siz də yarışlarda qalib ola bilərsiniz. Bu da normaldır, düzgün rəydir. C bəndi, dərslərdə mütəmadi olaraq şagirdlərə gülümsür. Bəli, çox ciddi də olmuruq, çox belə çox gülən də olmuruq, yəni ara sıra mütəmadi gülümsüyə bilərik. Düzdür. B bəndi, şagirdlərin sinif qaydaları və təlim mühitini yaxşılaşdırmaq üçün ideyaları varsa,
Müəllim təklifləri nəzakətlə qəbul edir. Bəli, sinif qaydaları, ümumiyyətlə qaydaları biz deyirdik ki, müəllimlər, şagirdlərlə birlikdə qoyuruq. Çünki şagirdlərlə birlikdə qoyanda şagird özündə məsuliyyət hiss eləyir ki, mən artıq qayda tərtib etmişəm, qaydada da müəllimə kömək etmişəm. Özündə daha çox məsuliyyət hiss eləyir və ona tətbiq etməyə başlayır. Müəllim təklifləri nəzakətlə qəbul edir. Bəli, bu da düzdür. A bəndinə baxaq, bizdə səhv istəyir. Deyir, müəllim şagirdlərin əvvəlki dərslərdə yorulduğunu görür və onları güldürərək yorğunluqlarını aradan qaldırmaq istəyir. Qarşı sırada əyləşən Murada deyir, sənin saçların lap Nəsbənin kuklasının saçlarına bənzəyir. Deyərək hər kəsin üzündə gülüş yaradır. Burada artıq müəllim birbaşa hətta bullying etmiş olur, şagirdi məsxərəyə qoymuş olur, pis niyyəti olmasa belə. Amma olmaz. Bu yanlış hərəkətdir. Ona görə cavab burada A bəndidir. Müəllimlər, 60 suala sizlə birlikdə baxdıq. Hər birinizə sertifikasiya imtahanında 2 gün qalıb. Sertifikasiya imtahanında uğurlar arzu edirəm. İnşallah ki, yüksək nəticələr əldə edərsiniz. Mən də indi vaxt olduqca həm YouTube olsun, Facebook, Instagram, TikTokda testlər paylaşmışam. İmtahana qədər yenə də paylaşacağam. Bu bir il ərzində çalışmışam hər birinizə, yəni müdavimlərimdən başqa digər müəllimlərə də dəstək olmağa çalışmışam. İnanıram ki, bir faydam toxunub sizə. Hər birinizə uğurlar. Allah çəkdiyiniz əziyyəti itirməsin. Xoş xəbərlə imtahandan çıxasınız və həqiqətən də kim əziyyət çəkibsə, həqiqətən də yaxşı bal yığacaq. Hər birinizə uğurlar arzu edirəm və bir də bildirmək istəyirəm. Çox mesajlar gəlib WhatsApp-da mənə. Ödənişli qruplarımız da çoxdur, müdavimlərimiz də çoxdur. Həqiqətən fiziki cəhətdən çatdıra bilmirəm hər kəsə cavab yazmağa. Yenə də siz YouTube-da, sosial şəbəkələrdə videolarımıza, dərslərimizə baxın. İnanıram ki, sizə faydası olacaq. Hər birinizə uğurlar. Videonu da həmkarlarınıza göndərin, paylaşın və kanalımıza abunə olub bəyənməyi unutmayın. Hər birinizə təşəkkür edirəm və uğurlar arzulayıram.